Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Allah cəm şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun. Allah qazilərimizə, əllərimizə, xəstələrimizə şəfa versin. Bugünkü günü əli silahlı Respublikamızın ərazi bütövlüyünü, suverenliğini qoruyan hərbiçilərimizə inşallah xidmətlərini sağ-salamat başa vurub ailə üzvlərini qurtarmaları arzu edirəm. Bugün Qurban Bayramı ərəfəsidir. Qurban Bayramımız mübarək olsun. Hər bir Azərbaycan vətəndaşına Qurban Bayramı evində, ailəsindən sağ-salamat, dinçlik ərəfəsində qeyd edilməyi arzu edirəm. Məlumatınız üçün bildirirəm ki, bugün 22 may 2026-cı il tarixdə Qazax rayon Daşsalahlı kənd sakini Türk Təyinatlı Qoşunun giziri Kərimova Azad Zakiroğlu'nun mövludu günüdür. Hal-hazırda şəhidimizin anı gününə gedirik və inşallah anı gündən olan çəkilişləri hər bir şəxslə paylaşacağım. Allah sizləri qorusun, var olasınız. Hal-hazırda Daşsalahlı kəndinin şəhidlər xiyabındayıq. Allah şəhidlərimizi rəhmət etsin, məkanları cənnət olsun. Allah qazilərimizə, əllərimizə şəfa versin. Bu gördüğünüz muhteşem park Şəhidlər Xiyabanı Daşsalahlı Şəhidlər Xiyabanıdır, Daşsalahlı Zahmatlı ictimaiyyəti Şəhidlər Xiyabanını Birinci Qarabağ müharibəsindən ona şəhidlərin dəfnilə burada dəfnləmişlər. Və daim bu Şəhidlər Xiyabanına kənd bələdiyyə tərəfindən xidmət olunur. Daim təmizliyinə riayət olunur. Şəhidimizin rəhmət etsin. Məkanı cənnət olsun. Azad yandım, Allah yandım, Allah. Abıçılıq gələn Azad Kərimov şəhidim gəldi. Yarın sinində gedən şəhidim. Ananın ürəyini üzən şəhidim. İki oğul böyüdüb barın görməyən, cənnətdən izləyən azad şəhidim. Ay ana, saçını dərddən ağartma. Gəlib gedənlərdən oğlunu sorma. Daşsalahlının fəxridir oğlun. Vətən uğrunda şəhiddir oğlun. Bu torpaq, bu vətən mənimdir deyir. Adını qəlblərə yazan şəhidim. Vətən uğrunda canından keçən şəhidim Azad, şəhidim mənim. Şərifənə təmstaya, bu mən sözlü olmuş, mən besəm şıqamağa, ön sözlü sıxızda bizə, nirəzdümü özranmışdır, nezni vesib teclə Allaza, minəsə yaşamış ayən, müqasar nədən və ustas, önşa boyun üstümüzü, müqasar oyət minisiniz, önşa. Qan qarışmış o paltıqda, sönmüş şəhid həvəsi var. Qurban olum asta gəzir, o dağlarda, o daşlarda, qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqlar sən balanı, güllə dəymiş şəhidimin evdə körpə balası var. Bütöv olmuş vətənimin yarsız qalmış gəlini var. Gecə yarısı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta gülün, yavaş çalın siqnalları. Bir ananın, bir atanın bala deyən ailəsi var. Almadın həyatda sən öz kamını, düşmənə vermədin aman bir anlıq. Aldın məzarların intiqamını. Ey şəhid, qürurla anamız vətən, şanlı bayrağıyla bələd səni. Çünki o bayrağı öz qanınla sən boyayıb qorudun ana vətəni.
ana. Bizim bəxtimizə günəş doğsun deyə özü döndü batan bir günə. Uca zirvədir şəhidlik adı. Onlar bu dünyadan vaxtı köçsə də silinməz qəlblərdən heç vaxt adları, ömür paylarını Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.